Salam müəllimlər. Bu gün də MIG 2025 informatikadan alqoritm suallarının izahına baxacağıq. Bu il deyəndə daha doğrusu MIG 2025-ci ildə alqoritmdən 3 dənə sual düşmüşdü imtahanda. Birinci sualdan başlayaq müəllimlər. Birinci sualımız digər iki suala nisbətən, yəni biraz vaxt aparan sual idi, amma bu gün çalışacağım bu sualda bir qısa üsulla izah edim. Mənimlə bu sual mənə xatırladır. MIG 2022-ci ildə bir Python sualı var idi. Hansı ki içərisində 200 dövr var idi və o 200 dövrü ancaq intervallar üsulunu yazmaqla sadələşdirib qısa yolla yazmaq olardı. Burada da yenə dövr sayı çox olduğuna görə burada da yeni bir riyazi bir üsuldan istifadə etməliyik. Mənimlə ümumiyyətlə bilirik ki, Pythonda, alqoritmdə riyazi üsulları bilmək daha əlverişlidir ki, daha qısa gedişləri bilək. Yoxsa ki, bəzən dövr sayı 200 dediyim kimi, buradakı kimi baxacaq dövr sayı çox olduqda o dövrləri bir icra etmək qeyri-mümkün olur, hələ də ki, imtahanda. Demək müəllimlər, birinci bu sualın mahiyyətinə baxaq. Görək bu sualın mahiyyəti nədən ibarətdir? I-nin qiyməti -30-dur, S-in qiyməti 0-dır və I -30-dan təki 60 daxil olmaqla qiymətlər alır və qiymətlər aldıqca hər dəfə burada bu iki əməliyyat yerinə yetirilir. H bərabərdir I-dən 12 çıxılır, sonra həmin ifadə yəni burada bu ifadəyə, yəni H-ın qiyməti vurulub bu ifadəyə yenə eyni adlı dəyişənə mənimsədilir, yəni H-a mənimsədilir və bu iki əməliyyatdan sonra hansı ki burada H-a hansı ki dəyərlər alır, qiymətlər alır bu dövrlərin hər birində bu qiymətlər ki 50-dən böyük olanda o zaman S-i bir vahid artırır. Yox olduqda isə yenə i-ni bir vahid artırır və yenidən qayıdır dövrə. Müəllimlər, baxsaq burada indi i-nin qiymətlərinə i alır burada hardan hara qədər qeyd etdiyim kimi -30-dan başlanğıc -30-dur. Burada da 60-ı da alır çünki kiçik bərabər olduğuna görə. -30 ilə 60 arasında müəllimlər 91 dəfə dövr var. Yəni biz bunu 91 dəfə bu əməliyyatı imtahanda yazmaq təbii ki qeyri-mümkün olacaq. Yəni 91 dəfə bunları bir icra etmək. İndi baxırıq ki, daha əlverişli yolla necə gedə bilərik müəllimlər. Diqqət eləsək müəllimlər, bax bu hesab blokunda baxırıq ki, H bərabərdir yazılıb i çıxılsın 12. Yəni bu H-ın dəyəri i-dən asılıdır. İndi aşağıya baxsaq müəllimlər, bu ifadəni, yəni 19 də gəlsin, i plus 18-i də yenidən H-a vurur, yuxarıda da i çıxılsın 12-dir. Yenə də bunun da dəyəri i-dən asılıdır. Və hansı ki, bu dəyərlərdə də i-nin qiymətlərini hər dəfə yerinə qoyacaq, yeni qeyd etdiyim kimi yazacaq və 50-dən böyük qiymət alanda S-i bir vahid artıracaq. O zaman düşünürəm ki, bunu belə 91 dövr yerinə yetirmək çətin olduğuna görə və H-ların dəyəri i-dən asılı olduğuna görə bu ifadədə H-ın qiymətini gətirib yerinə yazacaq. Yəni, bu nə deməkdir? H-ın qiyməti nəyə bərabərdir müəllimə? Yuxarıdakı nöqtədə hələ qeyd edirəm. Birinci hesab blokunda i çıxılsın 12 düzdürmü? İkincidə baxıram ki, nəyə bərabərdir? 19 üstə gəlinsin. I plus 18. Düzdürmü müəllimlər? İndi vurulsun H. H-ın dəyəri nə oldu? I çıxılsın 12. Qiymətini yazıram yerinə. I çıxılsın 12. İndi müəllimlər, bax bu ümumi yazdığım nədir? H-ın dəyəridir daha, düzdürmü? Bu da i-lərdən asılı olduğuna görə o zaman bu H hansı ki 50-dən böyükdürsə, yəni o zaman S-i bir vahid artıracaq. Yəni mən bu ifadəni 50-dən böyük götürdüm. Yenə qeyd edirəm. Nəyə görə? Çünki bax buradakı H-ın dəyəri i-lərdən asılı olacaq. Hər dəfə i qiymətini dəyişəcək, gətirəcək, yerinə yazacaq. Yenə şərt ödənəndə S-i bir vahid artıracaq. Ona görə də bu qiyməti yerinə yazıb böyükdür 50 yazdım və sadəcə bu kvadrat bərabərsizliyi biz burada tapacağıq, aralıqları götürəcəyik və i-nin neçə qiymətində həmin bərabərsizlik ödənəcəksə, demək H da bir o qədər dəfə 50-dən böyük olacaq və S-i bir vahid artıracaq. Yəni, qısaca bu kvadrat bərabərsizliyi həll etsək, biz bu məsələni həll etmiş olacaq. İndi davam etsək, ifadəni sadələşdirək müəllimlər. İki mötərizəni burada bir-birinə vuracaq. Demək, i kvadratı üstə gəlinsin, -12i burada, 18i burada, topladıqda 6i. Demək, 18-i vuranda -12-yə, -216, üzərinə də 19 gələndə -197. Düzdürmü? Sadələşdirdik, böyükdür 50-dən. Mənimlə, indi 50-ni də bu hissəyə keçirsək, düzdürmü?
Yəni bərabərsizliyin soluna keçirsək, ifadəni daha da sadələşdirmiş olaraq yazaq ki, çıxılsın 50 böyükdür 0-dan. Buradan da nəticə çıxır ki, i kvadratı buradan yazaq elə, üstə gəlsin 6i çıxılsın 247 böyükdür 0-dan. Sadəcə bu kvadrat bərabərsizliyi həll edəcəm müəllimlər. Adi riyaziyyatda kvadrat bərabərsizliyi necə həll edirik? Demək, bunun köklərini tapaq. Müəllimlər, köklərini tapanda onsuz burada kvadrat tənlik kimi də necə tapırdıq? Ya diskriminantla, ya bir teoremindən. Diskriminanta əslində ehtiyac yoxdur. İ'nin ilk kvadratın əmsalı 1 isə V-dən yaza bilərik. Yəni, köklərin cəmi bərabərdir əks işarə ilə, yəni -6-ya. Köklərin hasili i1 vurulsun, i2 isə bərabərdir -247-yə. İndi burada da sual oluna bilər ki, bu böyük ədədli kökləri tapmaq, bunun qruplarına baxsaq yetərlidir mənimlə. i bir dəfə götürəcəm 19, indi mənfisi müsbətini yerləşdirəcək. i1, bunu da yazaq i2. Bu da bərabərdir 13-ə, düzdürmü? Buradan mənfini hansını yazmalıyıq? Təbii ki, bu ədədlərin hansını toplayanda -6 verər? -19 yazsaq da, düzdür? -19-un üzərinə 13 gəlsək -6, -19-u da 13-ə vursaq -247. Yəni, bu hissələrini də xırdalıqla qeyd edirəm ki, mərhələ-mərhələ necə gedirik. Yəni, bu bərabərsizliyi birbaşa da yazmaq olardı. İndi müəllimlər, adi vuruq şəklində yazsaq, yazacağım. i üstə gəlinsin 19 vurulsun və bu bərabərsizliyi vuruqlar şəklində yazsaq, i çıxılsın 13 böyükdür nədən? 0-dan. Düzdürmü? İndi bir dəfə buradan i kiçikdir -19, adi bərabərsizliyi necə yazırıq? i böyükdür 13-dən. Ədəd oxunda bunu qeyd etsək, müəllimlər. Yəni, ədəd oxunda qeyd edək və ədəd oxunda bu aralıqdakı tapdığımız qiymətlər artıqca elə bu alqoritmin həlli olacaq. Bir dəqiqə, bunu buradan yazaq ki, bunu silək. Buradan yazaq müəllimlər. Baxın, ədəd oxumuzu çəkdikdən sonra bu qiymətləri yerləşdiririk. Yəni, -19-u bura yerləşdirdim, 13-ü də bura. Yəni, kökləridir də, düzdürmü bunun? İndi, müəllimlər, bu -19-dan da 13-ü almır. Yəni, almır nə deməkdir? -19-dan 13-ü götürə bilməyəcəm. Çünki böyük bərabərdir 0 demir. Düzdürmü? Yəni, 0-a bərabər olan qiymətin bizdən soruşulursa, o zaman nə götürəcəyik? Bunları dolu dairəyə yox, boş dairə götürəcəyik. Yəni, bu qiymətləri götürməyəcəyik. Aralığa daxil olmayacaq. İndi, müəllimlər, bunu yazandan sonra demək, bu bərabərsizliyin həlli nədir? Mənfi sonsuzluqdan -19-a qədər, 13-dən də müsbət sonsuzluğa, düzdürmü? Yəni, buna görə deyilir. Baxın, buna görə, bir də buna görə. Amma bizim sərhədlərimiz var axı, i -30-dan başlayır, 60-da bitir. Bunu da ədəd oxunda yerləşdirsək, orada yazıram. -30, -30-dan başlayır, 60-da da bitir, düzdürmü? Amma -30-u da alır, ona görə boş dairə yox, dolu dairə. 60-ı da alır, boş dairə yox, dolu dairə. Adi intervallar üsulu ilə yazacağıq, müəllimlər. İntervallar üsulunu keçən 15 suallıq Python sınavında, ödənişsiz sınavında qeyd etmişəm. Instagram hesabında da buna aid nümunələr işləmişik. Xüsusən abituriyentlərin for məsələlərində intervallar üsulu tez-tez düşür, imtahanda da düşmüşdür. İndi baxırıq, ilk kvadratı müsbətdir, sağ künc müsbət olacaq. Bilirik ki, işarələr növbələşəcək, bu mənfi olacaq, yenidən müsbət olacaq. Yaxşı, indi bizə hansı aralıq lazımdır, müəllimlər? Böyükdür 0 aralığı, yəni müsbət aralıq lazımdır. -30-la 19 aralığı baxıram ki, müsbət aralıqdır, ştrixləyirəm. 13 ilə də 60 aralığı baxıram ki, müsbət aralıqdır, ştrixləyirəm. Düzdürmü? Mənfi aralığı ştrixləmədim, çünki bizə lazım deyil. Kiçikdir 0 demir, axı, böyükdür 0 deyirsə, müsbətləri götürməliyik. İndi müəllimlər, bunu da aralıq kimi yazsaq, demək, baxırıq, -19-u almır, düzdür. Amma o, yəni açıq mötərizə 30-u alır, demək, -30-u alır, qapalı mötərizə. Burada 13-ü almır, açıq mötərizə, 60-ı alır, qapalı mötərizə. Düzdür müəllimlər? Burada da necə mötərizənin biri açıq oldu, biri qapalı, aralıqdan neçə ədəd olduğunu ikincidən birinci ədədə çıxsaq yetərlidir. İndi bunu buradan yazaq. Yer olsun. İndi müəllimlər, qeyd etsək, buradan nəticə çıxır ki, bu aralıqda neçə ədəd var, yəni i-nin neçə qiyməti olacaq? 30-dan çıxacam 19-u bərabərdir 11.
Burada neçə qiymət olacaq? Buradan da 60-dan çıxacağım 13'ü bərabərdir 47-yə. Bunları da cəmləsək nəyə bərabər olacaq? 58-ə. Yəni bu sualın mahiyyəti ondan ibarət oldu ki, müəllimlər, yəni ilmin hansı ki 91 dəfə ki dövr edəcəm 91 qiymətində, yəni bu 91 qiymətindən 58 dənəsində H-ın qiyməti 50-dən böyük olacaq. Yəni 91 dəfə yoxlamayacağam, 91 dənə ilmin müxtəlif qiymətlərini yerinə yazmayacaqdım. Onların içərisinə 58 dənəsində, yəni S bərabərdir, S plus 1 hesab bloku yerinə yetiriləcək. Yəni şərt ödənəcək və S-i hər dəfə bir vahid artıracaq. Hər dəfə dediyimizdə neçə dəfə oldu? Artıq tapdıq 58 dəfə. O zaman demək ki, S-in üzərinə, yəni S-in ilkin qiyməti 0-dır. 0-ın üzərinə 58 dəfə 1 gələcək. Bu da nəyə bərabərdir? 58-ə. Yəni bununla da məsələnin cavabı olur 58. Belə bir yəni bərabərsizliyi, yəni belə bir alqoritmi kvadrat bərabərsizliyi sadəcə həll etməklə, aralığı tapmaqla cavabını asan yolla tapa bilərsiniz. Sonra keçək növbəti hissəyə. Onu da qeyd edim ki, müəllimlər, burada yəni bu məsələnin müxtəlif yolları var. Yəni müxtəlif yollarla da yazmaq olar. Amma onları vaxt etdikcə imtahanda da bilirik ki, bizə vaxt önəmlidir də. Nə qədər vaxta qənaət, o qədər yaxşı olar. Yəni digər suallarımıza vaxt qalır. Sonra müəllimlər bu suala baxaq. Bu sual nümunələri test banklarında çoxdur. Yəni fərqli bir nümunə deyil, gedişatını bilirik. Mən bu sual nümunəsini iki yolla izah edəcəm. Hansı yol yəni rahatdırsa, ona getmək olar. Müəllimlər, bu tip məsələləri ya aşağıdan yuxarı, yəni aşağıdan yuxarıya doğru da həll edə bilərik və ya da yuxarıdan aşağıya doğru da. İndi birinci dəfə yuxarıdan aşağıya doğru gedəcəm müəllimlər. Birinci dəfə bu birinci üsulla yazaq. Buradan yazacaq birinci üsulla. Müəllimlər, C-nin bizə birinci şərtə baxsaq, deyir, alqoritm yerinə yetirildikdə D dəyişəninin son qiyməti 23 olmuş. Yəni nəticədə bunun qiyməti olubdur 23. Yəni D-yə 23 alınıbdır. Bu halda C dəyişəninin başlanğıc qiymətini müəyyən edin. Yəni bizdən də bu C-ni soruşur. Müəllimlər, burada C-ni bir X-lə əvəzləyəcəm. Yəni C nəyə bərabərdir? Bir X-ə bilmirəm. Onu da bir sual işarəsi də, yəni biz bilmirik. Yəni burada mən X-i tapsam, elə C-ni tapacam. Yəni C dəyişənini bir X-lə yazdım. İndi aşağıda bir-bir qiymətlərini yerinə yaza-yaza gedəcəm. C-yə nəyi mənimsətdim? X-i, yəni X, C nəyə bərabər oldu? X-ə. Gətirib aşağıda yerinə yazsam, baxıram ki, C var burada. C-nin yerinə nə yazacağım? X yazacağım. X üstə gəlsin 2. Yəni bu C-nin qiymətini gətirib burada yerinə yazdım. Sonra növbəti dəfə müəllimlər C-ni tapdım. Keçməliyəm nəyi? F-i tapmalı. F bərabərdir. C vurulsun 3. C-nin bir qiyməti 2, növbəti qiyməti x plus 2. Biz də bilirik ki, dəyişənin dəyişmiş qiymətini mütləq nəzərə almalıyıq. Yəni sonuncu dəyər nədirsə, C-nin yerinə o qiyməti yazmalıyım. C-nin sonuncu dəyəri nə olub? X plus 2. O zaman yazıram 3 vurulsun. Bu C-nin yerinə nə yazacağım? X plus 2 düzdürmü müəllimlər? Vurulsun 3'ü yazdıq, çıxılsın 5. Bu ifadəni biraz da sadələşdirsək, demək 3, 2, buradan 6, 6'dan da 5 çıxanda üstə gəlsin 1. F-in də qiymətini tapdı. Baxın, C-ni yazdıq, F-i yazdıq, bir-bir işlədikcə qarşısına plus yazıram. Sonra keçirəm D dəyişənini tapmağa. D nəyə bərabərdir? C üstə gəlsin F. C-yə nə tapmışdıq müəllimlər? X plus 2. Yerinə yazıram. X plus 2. F-i nə tapmışdıq? 3x plus 1. 3, 2 plus 1. Bunu belə mötərizəsi yaza bilərsiniz. Çünki hamısı demək müsbət hədlərdir də, düzdürmü? Bunlar da yenə sadələşdirsək, bir hədləri cəmləsək 4x üstə gəlinsin 3. Artıq D-nin də dəyərini tapdıq müəllimlər. Keçirəm növbəti bura. İndi burada deyir ki, sonuncu D-nin dəyərini onsuz da bizə veribdir. 23'ə bərabər olubdur. Yenə də yerinə yazıram. 2 vurulsun. D-nin də tapdığı indi 4x üstə gəlsin 3. Bax, burada yerinə yazıram sadəcə. 4x üstə gəlsin 3. Çıxılsın F. F-in qiyməti neçədir? Çıxılsın, artıq çıxılsın olanda bu 3 üstə gəlsin bir mötərizəyə almalıyam ki, mənfi mötərizəyə təsir edəcək. 3x üstə gəlsin 1. Sadəcə nə etdim? Yenə D-nin qiymətini yerinə yazdım. F-in qiymətini yerinə yazdım. Bərabər olub nəyə? 23'ə.
Sadələşdirsək müəllimlər 8x üstə gəlsin 6 çıxılsın 3 2 çıxılsın 1 bərabərdir 23-ə. 8x-dən 3x-imizi çıxsaq qaldı 5x düzdürmü? 6-dan 1 5 bu tərəfə də keçəndə 23-dən yəni 5 çıxanda oldu 18. X də bərabərdir 18-i də 5-ə böləndə nəyə bərabərdir? Demək 3 tam onda 6. X-i 3 tam onda 6 tapdım. Bəs C-ni nə ilə işarələmişdik? X-i. Yəni X-i tapmaq elə C-ni tapmaq. Demək C-nin qiyməti oldu 3 tam onda 6. Mənimlə bu yuxarıdan aşağıya doğru izahdır. Yəni belə də yaza bilərsiniz. Düşünürəm ki, bu rahat üsuldur. Yəni sadəcə X-lə işarələyib hər dəfə qiymətlərini yerinə yazmaq. Və ya müəllimlər, bu məsələni aşağıdan yuxarıya da yazmaq olar. Yəni bu şəkildə də yazmaq olar. Gəlin bu ikinci üsula da baxaq. Müəllimlər, ikinci üsulda yazmamışdan qabaq nəyə diqqət edirik? Yenə baxırıq ki, onsuzda D-nin qiyməti 23-dür. Baxıram, bu D hansı D-dir? Yəni deyirəm, bu D hansıdır? Yuxarıdakı da düzdürmü? D bərabərdir, C üstə gəlsin F. Yəni desəm ki, bu D-nin qiymətini deyək burada. Nəyə bərabərdir? C üstə gəlsin F. Və yaxud da ki, bu D bərabərdir, C üstə gəlsin F-də. Bu C hansı C-dir? C plus 2-dir. Aydındırmı? Yəni bunun dəyərini desəm nəyə bərabərdir? C plus 2-dir. Yəni bu C-dir də, aydındırmı? Burada nə qiymət almışamsa, məsəl üçün F-də vurmuşam 3-ə, çıxmışam 5-ə. Sonra burada nə qiymət almışıqsa, C-nin üzərinə F-i gəlmişik. Yəni bu C-dir, aydındırmı? Yəni sözüm odur ki, buradakı C ilə, buradakı C və bu C. Çünki burada dəyişir C-dir, sonra yenə də C-nin qiyməti dəyişir. Yenə qeyd etdiyim kimi dəyişən, dəyişmiş qiyməti nəzərə almalıyıq. Artıq bunları gördükdən sonra müəllimlər düşünürəm ki, nə edəcəm? Burada da yenə qiymətlərini gətirib yerinə yazacağım. Qiymətlərini gətirib yerinə yazsaq, demək, baxıram ki, 2 vurulsun D çıxılsın F-dir. 2 vurulsun D-nin yerinə nə yazacağım? Öz qiymətim. Baxın, yuxarıda öz qiymət nəyə bərabərdir? C üstə gəlsin F, düzdürmü? Bu D-nin yerinə gətirdim, yuxarıdakı D-nin qiymətini yazdım. Çıxılsın F bərabərdir 23-ə. Bu ifadəmizi biraz da sadələşdirək. 2C, buradan 2F eləyir. Birdən də F çıxanda oldu F bərabərdir 23-ə. İndi müəllimlər, demək nə aldıq? 2C üstə gəlsin F bərabərdir 23-ə. Sonra müəllimlər, F-in qiymətini yerinə yazacaq. 2C üstə gəlsin F-in qiyməti nəyə bərabərdir? 3C çıxılsın 5. 3C çıxılsın 5 bərabərdir 23-ə. Bunları toplasaq müəllimlər nəyə bərabər olacaq? 5C çıxılsın 5 bərabərdir 23-ə. Bəs dedim ki, bu C-lər hansı C-lərdir? Budur da, düzdürmü müəllimlər? Yəni burada C-yə sonuncu nə qiymət almışamsa, gətirib burada da yazmışam, burada da yazmışam. Onun dəyər nəyə bərabərdir? C plus 2. Demək, bu C-nin yerinə gətirib C plus 2 yazacağım. 5 vurulsun C plus 2 çıxılsın 5 bərabərdir 23-ə. Buradan sadələşdirsək 5C üstə gəlsin 10 çıxılsın 5 bərabərdir 23-ə. Burada 5 alıq, bu tərəfə keçəndə yenə 5C bərabərdir 23-dən yenə 5 çıxanı 18. C də bərabərdir 3 tam onda 6-ya. Gördüyümüz kimi bu üsulla da yəni aşağıdan yuxarıya doğru qiymətləri yazaraq da belə də yaza bilərsiniz. İndi hər kəsə bir üsul rahat olur. Hansı üsul rahatsa o yolla da getmək olar. Yəni hər cür, yəni aşağıdan yuxarıya, yuxarıdan aşağıya da qiymətləri yaza-yaza iki üsulla da yazmaq mümkündür. Sonra üçüncü sualımıza baxaq. Elə üçüncü sualımız bu məsələlər içərisində ən sadəsi idi müəllimlər. Demək, bu sualda da burada heç əziyyət verməyiblər. Çünki elə bu məsələdə baxsaq, deyir ki, verilmiş alqoritm blok sxem fraqmentinin nəticəsini tapın müəllimlər. Hansı ki, x plus y çıxılsın z-in qiymətinə qədər ki, 45-dən kiçikdir. Dövrün gövdəsini icra edəcək və yox olduqda y-in qiymətini çap edəcək. X-in qiyməti 100-dür, y-in qiyməti 200-dür. Gətirib yerinə yazsaq, 100 üstə gəlinsin 200. Çıxılsın z-in də qiyməti 50-dir, kiçikdir 45-dən. 300-dür, 300-dən 50 çıxanda 250, 45. Kiçikdirsə 45-dən, baxırıq ki, kiçik deyil, heç dövrə daxil olmur, yəni şərtimiz ödənmir, yox deyirik. Yox dediyimizə görə yox qolunda baxırıq ki, sadəcə y-i çıxışa verir. Y-in də dəyər nəyə bərabərdir? 200-dür. Bununla da y qiymətini alır 200, cavabının da sualına cavabı olur 200.
Bununla da müəllimlər alqoritm suallarını yekunlaşdırdım. Demək, növbəti dəfə digər mövzularda olan sualların izahını qeyd edəcəm. Xüsusən bu sualda biraz çətinlik var idi. Bu sualın üsuluna baxa bilərsiniz, qeyd edə bilərsiniz. Bugünlük bu qədər. Sağ olun.